Şahin şəhəri Rafael Hüseynov adına 49 nömrəli İnternet Məktəb Liseyin 7D sinif şagirdi, həmçinin qrupun lideri Allahverdili Ayam, qrupun digər üzvü Rıza Zeynəb, Dadaşova Xədicə. Biz bu günlərin Ələt dağlarının maketini hazırlamışıq və indi də onun haqqında sizə məlumat verəcəyik. Mən Ələt dağlarıyam. Mən Xəzər sahilinə yaxın, kürəklərlə danışan Ələt dağlarıyam. Min illərdir bu torpağın keşiyində dayanmışam. Mənim yaranışım milyon illər əvvəl yerin dərinliklərində baş verən böyük hərəkətlərlə başlayıb. Yer qabığı titrədi, qatlar qalxdı, torpaq yarıldı və yavaş-yavaş ucaldı. palçıq vulkanlarının nəfəsi sinəmdən qalxdı. Küləklər məni formalaşdırdı. Azərbaycan Respublikasının cənub-şərqində yerləşirəm. Böyük Qafqaz dağlarının davamıyam. Mənim ən uca nöqtəm təxminən 400 metrə çatır. Bəlkə Böyük Qafqazın zirvələri qədər hündür deyiləm. Amma əzəmətim ucalığımla deyil, tariximlə ölçülür. Günəş doğanda üzərim qızılı rəngə boyanır. Axşam çağı isə süquta qərq olunam. Qayalarım küləklərin nəğməsi ilə cilalanıb. Torpağımda duzlu dəniz havasının izi var. Sinəmdə saysız hesabsız sirlər gizlənibdir. Mənim ətəklərimdən yollar keçir. İnsanlar məni seyr edərək düşüncələrə dağılırlar. Bəzən sakit, bəzənsə sərt görünürəm. Amma hər zaman bu torpağın bir parçasıyam. Zaman keçdikcə dəyişsəm də varlığım dəyişməz qalır. Mən Ələt dağlarıyam. Küləyin, günəşin və torpağın dostu.